Dinləyicimizin biri bir sual ünvanlayıb ki, deyir, ata-ana arasında mülk davası gedir. Mən oğul ailəmlə həmən o mülkdə qeydiyyatdayam. Ataya nəsə olsa evdən məcburu olaraq payım varmı? Bax, belə başa düşdüm ki, sualın davamı budur. Məcburi pay hüququ varmı? Yəni vərəsə olduğuna Nəsə görə düşürmü? məcburi pay hüququ əlbəttə ki var oğluna. Aha, bəs digər tərəfdən Amma ata-ana arasında... mübahisə gedir. O mübahisə nə ilə bağlıdır? Onu dəqiqləşdirmək lazımdır. Bəlkə mülkiyyət müəyyən olunacaq. O mübahisə yekun məhkəmə qərarı, qətnamə çıxarılacaq ki, əmlak atanın yox, məhz ananındır. Heç birgə mülkiyyətdə deyil, ananındır. O halda təbii ki də olmayacaq, ondan pay hüququ var. Amma ananın da oğludusa yenə də düşmürmü? Yəni, ananın oğlusa vərəsəliklə düşəcək. Ana xətti ilə düşəcək. Ana xətti ilə düşəcək. İstənilən halda yəni oğlun orada ata və anaya münasibətdə... Gedən sualdan belə başa düşdüm ki, əslində ögey övlad kimi başa düşdüm ki, yəqin ki, ana deyəndə atanın digər həyat yoldaşını bəlkə də nəzərdə tutur. Yox, ata-ana arasında ola bilsin ki... Öz ata-anasıdırsa hər bir halda hər iki tərəfdən bunun mülkiyyəti var. Hansı birinin mülkiyyəti sayılacaqsa, yenə onun vərəsəliklə məcburi pay hüququ var, ondan söhbət getmir. Amma ögey övladdırsa, qadın belə deyək də ikinci həyat yoldaşıdırsa, əmlak mübahisəsi varsa, bu başqa məsələ. Aydındır.